Azərbaycanda bir sıra sosial müavinətlərin artırılması məsələsi hələ də öz aktuallığını qoruyur. Prezidentin müvafiq sərəncamı ilə Nazirlər Kabinetinə bu sahədə təkliflərin hazırlanması üçün müəyyən müddət verilsə də, artımların dəqiq vaxtı və məbləği hələ ki açıqlanmayıb. Mövzu ilə bağlı danışan iqtisadçı ekspert Natiq Cəfərdinin sözlərinə görə, sosial müavinətlərin artırılması ilə bağlı gecikmənin əsas səbəbi dövlət büdcəsinin parametrinə yenidən baxılması ilə bağlıdır. Hazırda Milli Məclisdə növbədənkənar sessiya keçirilir. Gözlənilir ki, parlament ya bu, ya da gələn həftə büdcəyə dəyişiklikləri müzakirə edəcək. Büdcə dəyişiklikləri təsdiqləndikdən sonra isə həssas sosial qrupların müavinətlərinin artırılması ilə bağlı qərar verilə bilər. Ekspert Qarabağ müharibəsi veteranlarına verilən ödənişlərin artırılmasını da gözlədiyini vurğulayıb. Hazırda onlara ödənilən 80 manat məbləğinin artırılması gündəmdədir. Bununla yanaşı ölkədə təqribən 500 minə yaxın müxtəlif növ sosial müavinət alanlar, əlilliyi olan şəxslər, sosial müdafiəsi zəif təbəqələr və digər qruplar üzrə də artımlar gözlənilir.